Salam balaca dostlarım. Gəlin yaşadığımız yer haqqında öyrənək və maraqlı oyunlar oynayaq. Ev insanların yaşadığı yerdir. Evlər kiçik və böyük ola bilər. Onların müxtəlif forması və ölçüsü olur. Evdə müxtəlif otaqlar olur. Qonaq otağı, mətbəx, yataq otağı, hamam otağı, bağ. İndi isə gəlin oyun oynayaq. İki seçimdən birini seç. Hansı variantı seçdiyini və niyə seçdiyini izah et. Bağda oynamaq, yoxsa yataq otağında oynamaq? Hansını seçərdin? Hamamda mahnı oxumaq, hamamda rəqs etmək. Hansını seçərdin? Nahar yeməyi hazırlamaq, yoxsa tort hazırlamaq? Afərin uşaqlar. İzlədiyiniz üçün təşəkkür edirəm.